Salam, heç düşünmüsünüzmü ki, istifadə etdiyimiz sözlər əslində nə qədər güclüdür? Onlar sadəcə səslər deyil, bizim reallığımızı yaradan alətlərdir. Amma bilirsiniz, elə 3 dənə adi söz var ki, biz onları hər gün işlədirik və heç fərqinə də varmırıq ki, onlar bizim arzularımızın qarşısında sanki bir divar örür. Gəlin bugün həmin sözlərin nə olduğunu və onlardan necə xilas ola biləcəyimizi bir yerdə araşdıraq. Yaxşı, bəs bu 3 söz hansılardır? Əminəm ki, çoxunuz təəccüblənəcəksiniz. Çünki onlar o qədər adi, o qədər zərərsiz görünür ki, hətta çox güman ki, bugün artıq onlardan birini, bəlkə də hamısını işlətmisiniz. Gəlin bir yerdə bu gizli maneələrin üstünü açaq. Baxın, məsələ nədir? Bu sözləri bir dəfəlik müəyyən edib, lüğətimizdən çıxarsaq görəcəksiniz ki, cazibə qanunu, yəni o məşhur prinsip var ha, kainatın bizim enerjimizə cavab verməsi, bax o bizim xeyrimizə işləməyə başlayacaq. Bu inanın mənə həyatınızı kökündən dəyişə biləcək bir fərqindəlik anıdır. Deməli, birinci sözümüzə gəldik. Bu əslində bir ifadədir. Ümid edirəm ki, ilk baxışdan çox pozitiv səslənir, elə deyilmi? Amma gəlin biraz dərinə gedək. Görək bu ifadənin arxasında əslində hansı məhdudlaşdırıcı enerji yatır və biz onu necə daha güclü bir şeylə əvəz edə bilərik. Başlayaq. Baxın, dəyişiklik əslində çox sadədir. Sadəcə ümid edirəm yerinə bilirəm deyəcəyik. Gəlin bir yoxlayaq. Özünüz deyin, ümid edirəm ki, indi isə deyin, bilirəm ki. Hiss edirsiniz o fərqi. Biri qeyri-müəyyənlik, digər isə tam bir qətiyyət. Enerji fərqi inanılmazdır. Məsələ budur ki, siz ümid edirəm deyəndə kainata əslində bir şübhə, bir əskiklik siqnalı yollayırsınız. Bu sanki pıçıldayırsınız ki, mən əslində buna layiq olduğuma inanmıram, amma bəlkə bir möcüzə oldu da. Bilirsiniz, bu cür düşüncə tərzi ancaq və ancaq istədiyiniz şeyə sahib olmadığınıza dair inancınızı daha da möhkəmləndirir. Gəlin etiraf edək. Hamımız bunu demişik. Ümid edirəm ki, varlanaram. Ya da ki, kaş ki o iş mənə qismət olaydı. Ümid edirəm ki, olacaq. Çox tanış səslənir, hə? Bax, fərqində belə olmadan hər gün bu cür ümidlərlə özümüzə sərhədlər çəkirik. Amma narahat olmayın. Bu vərdişi fərq etmək artıq dəyişikliyin özü deməkdir. İlk və ən vacib addımdır. Yaxşı, gəlin indi o dəyişikliyi edək. Hazırsınız? Ümid edirəmə atırıq, yerinə bilirəm deyirik. Ucadan deyin. Mən bilirəm ki, bu pulu qazanmağa layiqəm. Və ya mən bilirəm ki, uğur qazanmaq üçün bütün qabiliyyətlərim var. Baxın, enerjiniz dərhal necə dəyişdi. O çarəsizlik getdi. Yerinə həyəcan, pozitivlik və ən əsası layiq olma hissi gəldi. Gəldik ikinci sözə. Bu söz isə əsl tələdir. Mənə lazımdır. Ah, bu ifadə. İnsanları elə bir vəziyyətə salır ki, sanki daim nəyinsə arxasınca qaçırlar. Heç vaxt rahatlıq topmurlar. Bu bir daxili mübarizədir. Amma hər tələdən bir çıxış yolu var. Gəlin görək bu tələdən necə qurtula bilərik. Buradakı dəyişiklik də çox sadədir. Amma təsiri, inanın, çox dərindir. Mənə lazımdır əvəzinə mən bolluq içindəyəm deyirik. Təsəvvür edin, bu zehnimizi o daimi məndə yoxdur hissindən çıxarıb, əslində məndə nə qədər çox şey var düşüncəsinə köklüyür. Bütün fokus dəyişir. Çünki siz mənə filan şey lazımdır deyəndə, kainata hansı mesajı ötürürsünüz? Məndə o yoxdur. Bu bir ehtiyac, bir çarəsizlik enerjisidir. Bilirsiniz, bu eyni ilə insan münasibətlərinə bənzəyir. Çox israrla kiminsə arxasınca qaçanda o insan sizdən uzaqlaşır, elə deyilmi? Arzuladığınız şeylər də eyni ilə belədir. Ehtiyac enerjisi onları sizdən itələyir. Bəs həll yolu nədir? Çox sadədir. Xoşbəxtliyi kənarda axtarmağı dayandırmaq. Əvəzində içimizə dönüb şükranlıqla o daxili bolluq hissini oyatmaq lazımdır. Gəlin bir anlıq düşünək. Sağlamsınız. Səhər bir stəkan çay və ya qəhvə içmisiniz. Sizi sevən bir nəfər də olsa var həyatınızda. Bax, buna ara fokuslanın. Ən kiçik şeylər belə o bolluq enerjisini partladır sanki. Və bu yeni, güclü enerji ilə dolmaq üçün, bax bu təsdiqləri bir vərdiş halına gətirin. Hər səhər güzgüyə baxanda deyin, maşında gedərkən deyin, özünüzə ucadan, inanaraq təkrarlayın. O enerjini bütün bədəninizdə hiss edin. Çünki unutmayın, bu bir arzu deyil, bu bir həqiqətdir. Siz artıq bolluq içindəsiniz. Və gəldik üçüncüyə. Bəlkə də ən təhlükəlisi, ən negativi. Edə bilmərəm. Bu iki kəlmə, bu bizim keçmişdən gələn, beynimizə yeridilmiş bütün o məhdudlaşdırıcı inancların səsidir. Bizi olduğumuz yerdə saxlayan ən ağır, ən paslı zəncirdə bu. Bu dəyişiklik bəlkə də hamısından vacibdir. Təsəvvür edin.
Edə bilmərəm dediyiniz hər an özünüz üçün bir həbsxana tikirsiniz. Amma edə bilərəm deyəndə nə olur? O həbsxananın divarlarını bir zərbə ilə dağıdırsınız və bütün potensialınızın qapısını taybatay açırsınız. Bir anlıq düşünək. Hamımızın tanıdığı J.K. Rowling dəfələrlə rədd cavabı alıb. Əgər o bir nöqtədə dayanıb, yox, mən edə bilmərəm, məndən yazıcı olmaz desəydi, nə olardı? Bütün o sehirli dünya heç vaxt olmazdı. Amma o nə etdi? Bütün rədd cavablarına inad özünə dedi ki, mən bunu edə bilərəm. Və reallığını da, dünyanı da dəyişdi. Oprah Winfrey, Steve Jobs, Elon Musk. Bu adları sadəcə sadalamıram. Bu insanlar bizə canlı bir dərsdir. Onlar nəyi sübut edir? İnsanın özünə inamı ən böyük, ən qeyri-adi nailiyyətlərin təməl daşıdır. Əgər siz içərdə kim olduğunuza ürəkdən inansanız, kənardakı dünya məcburdur ki, o inamı əks etdirsin. Başqa yolu yoxdur. Bax, bütün bu misallar bizə bir şey göstərir. Hər şey bircə dənə qərarla başlayır. Özünə inanmaq qərarıyla. İndi növbə sizdədir. Hərəkətə keçmə zamanıdır. Bəs siz bu prinsipləri tətbiq edib öz yeni reallığınızı, öz hekayənizi yazmağa hazırsınızmı? Onda sizə bir tapşırığım var. Gəlin bir sınaq edək. Bugündən başlayaraq sadəcə dilinizə, işlətdiyiniz sözlərə fikir verin. Şüurlu şəkildə bu 3 ifadəni dəyişdirin. Özünüzə 6 ay vaxt verin. Sadəcə 6 ay. Və baxın görün, həyatınız necə kökündən dəyişəcək. Və nə olursa olsun, bir şeyi heç vaxt, amma heç vaxt unutmayın. Siz xoşbəxtliyə, firavanlığa, bolluğa tamamilə layiqsiniz. Bu sadəcə bir ümid deyil, bu sizin haqqınızdır. Bu bir həqiqətdir. Sadəcə buna inanın və içinizdəki o sonsuz gücü kəşf edin. Bundan sonra özünüzə niyə alınmır sualını verməyi dayandırın. Əvəzində bir başqa sual verin. Niyə də yox? Öz məhdudiyyətlərinizi bu sualla darmadağın edin və bütün potensialınızı qucaqlayın. Həyatda arzuladığınız hər şeyə sahib ola bilərsiniz. Həqiqətən də niyə də yox? Bax, bu sual inanın bütün qapıları aça bilən sehirli bir açardır.